Bütün dünyanın İranda və onun ətrafında baş verənləri diqqət və həyəcanla izlədiyi, regiona böyük hərbi qüvvə toplamış Amerika Birləşmiş Ştatlarının bu ölkəyə hücum edib etməyəcəyi barədə fikirlər yürütdüyü bir zamanda İran da qonşularını, o cümlədən Azərbaycanı hədələməklə məşğuldur. Özü də bu hədələr təkcə mümkün hərb ssenarisində Azərbaycanın prosesdən kənar qala bilməyəcəyi, hansısa formada ziyan çəkəcəyi ilə bağlı bəyanatlarla məhdudlaşmır. Həm də İranın Amerika Birləşmiş Ştatları və İsraillə qarşı durmasında potensial hədəf ola biləcəyi barədə açıq təhdidləri də ehtiva edir. Bu kontekstdə Azərbaycanın güya İrana qarşı hansısa planlarda yer aldığı, İran əleyhinə olan güclərlə əməkdaşlıq etdiyi barədə cəfəng iddialar və əsassız ittihamlar irəli sürülür. Beləliklə, ötən il İran ilə İsrail arasında baş vermiş 12 günlük müharibə dövründə İranda Azərbaycana qarşı aparılmış böhtan kampaniyası yenidən təkrar olunur və getdikcə genişlənir. Yanvarın 23-də Sepaha bağlı Fars İnformasiya Agentliyi Amerika Birləşmiş Ştatları və İsrail tərəfindən İrana qarşı hərbi hücumun geniş regional müharibəyə çevriləcəyi ilə bağlı Tehranın xəbərdarlığını ehtiva edən yazı dərc edib. Bildirilib ki, İran müdafiə doktrinasındakı dəyişikliyə əsasən mümkün hərbi qarşıdurmada müharibə alovu Vaşinqtonun bölgədəki müttəfiqlərini də əhatə edəcək. Bu sırada konkret olaraq Azərbaycanın adı çəkilib və bildirilib ki, Azərbaycan İsrailin neft idxalının 46,4%-ni təmin etməklə enerji sahəsində bu ölkənin həyati tərəfdaşı kimi çıxış edir. Yazıda bununla əlaqədar deyilir. Bu proses Azərbaycanı sionist rejimin təhlükəsizlik zəncirinin bir parçasına çevirib və onu İranın mümkün hədəflərinin ön xəttinə çıxarıb. Agentlik belə iddia edib ki, enerji sahəsində əməkdaşlıqla yanaşı, İsrailin hərbi hava qüvvələri Azərbaycanda İran sərhədinə yaxın ərazidə yerləşən bazalardan istifadə etmək imkanına malikdir və buradan İran əleyhinə casusluq və müşahidə əməliyyatı həyata keçirir. Azərbaycan Respublikası daha birtərəf qonşu deyil, düşmənin təhlükəsizlik zəncirinin bir hissəsidir. Qırmızı xətt çəkilib və onun keçilməsi Azərbaycanı İranın birbaşa atəş hədəfinə çevirəcəkdir, deyə yazıda qeyd edilir. Həmin yazının dərc olunduğu gün İran Xarici İşlər Nazirinin müavini Vahid Cəlilzadə Bakıya səfər edərək Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə müzakirələr aparıb, həmçinin jurnalistlərlə görüşüb. Həmin görüşdə Cəlilzadənin səsləndirdiyi İrana hücum olarsa müharibə sərhədləri aşacaq bəyanatı Azərbaycan mətbuatında haqlı olaraq İranın qonşu ölkələri təhdid etməsi kimi şərh olunub. Ardınca İran rejiminin qızğın təbliğatçılarından biri, vaxtilə İranın qərblə nüvə danışıqlarındakı nümayəndə heyətində təmsil olunmuş professor Məhəmməd Mərəndi də oxşar açıqlama ilə çıxış edərək yazıb. Amerika Birləşmiş Ştatlarının İrana qarşı hər hansı təcavüzünün əlaməti İranın dərhal və amansız hücumuna səbəb olacaq və Qərbi Asiya və Qafqazdan neft və qaz ixracına son qoyacaq. Bu təhdidləri dırnaqarası əsaslandırmaq üçün dünəndən etibarən bir sıra İran media resursları güya Amerika Birləşmiş Ştatları təyyarələrinin Azərbaycana hərbi yüklər daşıdığı barədə iddialar yaymağa başlayıblar. Məsələn, Sepaha bağlı rus dilli kanal yazıb, Ərəb ölkələri ilə yanaşı Amerika Birləşmiş Ştatları Azərbaycanda, Bakıda da qoşun və silah yerləşdirir ki, İrana mümkün hücumu hər tərəfdən həyata keçirə bilsin. Hərbi xəbərlər yayan digər bir kanal isə iddia edib, Amerika Birləşmiş Ştatları ordusuna məxsus bir yük təyyarəsi Bakıya eniş etdi. Anti-Azərbaycan təbliğatı aparan başqa bir kanal da həmin saxta xəbəri təkrarlayıb. Mazyar Şəkuri adlı siyasi fəal və təhlilçi Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyinin İrana qarşı mümkün hərbi hücumda ölkənin hava məkanı və ərazisindən istifadə olunmasına imkan verməyəcəyi barədə dünənki bəyanatından bəhs edərkən Azərbaycana qarşı da ittiham irəli sürərək yazıb. Məsələ burasındadır ki, bu yaramazlar bizə hücum olunması üçün öz hava məkanı və torpaqlarından istifadəyə icazə verməsələr də başqa min oyundan çıxacaqlar. Necə ki, son ixşaşların idarə olunması üçün mərkəzlərdən biri Bakıda, digəri isə Əbu Dabidə idi və İran bunlara yaxşı bir qulaq vurması verməlidir. Yarım rəsmi Mehr İnformasiya Agentliyi də bu iddianı təkrarlayaraq dairəni biraz da genişləndirib və yazıb, Bakı bu işlərdə tək deyildi. İraq Kürdistanında və əmirliklərdə yerləşən iki şəhər, Ərbil və Dubay da Bakı ilə birlikdə İrana terrorçuların göndərilməsi, onların silah və pulla təmin olunması, terrorçulara hər tərəfli dəstəyin verilməsində bütün imkanlarından istifadə etdilər. Mehr Agentliyi bununla kifayətlənməyərək, dünən İranda baş verən etirazların Azərbaycan mediasında işıqlandırılmasına dair ayrıca süjet yayıb.
və Azərbaycan mediasını İrandakı hadisələrlə bağlı açıqlama verən Azərbaycanlı deputatları və təhlilçiləri terrorçuları dəstəkləməkdə, İranın zəifləməsini arzulamaqda ittiham edib. Beləcə, İranda bəzi dairələr Azərbaycanı az qala İrandakı kütləvi etirazların təşkilatçısı və əsas dəstəkçisi kimi qələmə verməyə çalışıblar. Bu iddia elə geniş təbliğ olunub ki, İranın himayə etdiyi İraqdakı Nücəba Şiə silahlı qruplaşmasının baş katibi Əkrəm Əl-Kəəbi də oxşar fikirlər səsləndirərək deyib. Amerika Birləşmiş Ştatları və İsrail İranın Suriyalaşdırılması layihəsini İraq, Kürdistanı və Azərbaycan Respublikası üzərindən idarə ediblər. İranda baş verən ixşaşlar da Ərbildən və Bakıdan idarə olunaraq yönləndirilib. Amerikalılar imkan verməyəcəklər ki, İslam Respublikasından sonra İranlılar öz neflərindən bəhrələnsinlər. Onlar Fars, Türk, Ərəb, Kürd, Bəluç xalqları arasında nifaq salaraq İranı parçalamaq layihəsini həyata keçirməyə çalışacaqlar. Bu tipli təhdid və böhtanlar İsrail Xarici İşlər Nazirinin Azərbaycana səfərindən sonra daha da artıb. Sepaha bağlı Suriya Xəbərləri adlı kanal həmin səfərdən bir şəkil paylaşaraq yazıb. Aydın şəkildə bir məsələni xatırlatmalıyıq ki, qarşıdan gələn müharibədə Bakının enerji infrastrukturu yerlə yeksan ediləcək. Yəhudi işğalçı rejimi xam neft ehtiyaclarının əksəriyyətini Bakı vasitəsilə təmin edir ki, region ölkələrinə hücum etmək üçün öz hərbi maşınını hazır vəziyyətdə saxlasın. Bu üzdən Bakı da İran silahlı qüvvələri üçün legitim və qanuni hədəfə çevriləcək. Cinayətkar Siyonist dəstənin ehtiyaclarını ödəməkdə iştirak edən istənilən hökumət istər Bakı, istərsə də Qazaxıstan rejimi olsun, düşmən hesab ediləcək. Biz də öz növbəmizdə İranda Azərbaycana qarşı təhdid və böhtan kampaniyası aparan dairələrə bir məsələni xatırlatmalıyıq. Yayılan məlumatlardan aydın olur ki, əgər indiyə qədər Donald Trump İranı yerlə yeksan etməyibsə, bu işdə qonşu ölkələrin mövqeyi mühüm təsirə malik olub. İran isə bunun müqabilində həmin qonşuları hədələmək yolunu tutub. Amma məşhur məsələdə deyildiyi kimi, sirkə nə qədər tünd olsa öz qabını sındırar.